Belə bir video çıxdı qarşıma. Etik deyil deyə xanımın üzünü bağlayıram. Çünki xanımla bir işim yoxdur. Sadəcə videodakı müqayisəyə aydınlıq gətirmək istəyərdim. Yəni həqiqətən belə müqayisələr çox gülüncdür. Nəyə görə izah edeyim? Birincisi, aldığımız satın alma ağ çörəklər demək olar hamısı taxılın nişasta hissəsindən hazırlanır. Yəni başdan ayağa şəkərdir, boş karbohidratdır. Lifsizdir, vitaminsizdir, mineralsızdır. Yəni toxluq hissi yaratmır, əksinə yedikcə yedirdir. Və şəkər olduğu üçün qan şəkərini sürətlə qaldırır. İnsülin hormonu partlayışı yaşayırsa. Yəni glisemik indeksi çox yuxarıdır. Ona görə demək olar ki, bu çörəklərin heç bir faydası yoxdur. Amma xlebsilər və yaxud da tam taxıl çörəklərində isə tam əksidir. Bunlar keyfiyyətli karbohidratlardır. Çünki taxılın rüşeym hissəsindən hazırlanırlar və bol lifli olurlar. Bol lifli olduqları üçün də həzm sistemini dəstəkləyirlər. Uzun müddət toxluq hissi yaradırlar insanda. Həmçinin tərkibində demək olar ki, şəkər olmur və yaxud da az səviyyədə olur. Əksinə vitaminlər, minerallar olur. Ən əsası da glisemik indeksi aşağı olduğu üçün insülin hormonuna çox da təsir etmir. Qan şəkərinə təsir etmir və beləcə uzun müddət toxluq hissi yaradırlar. Ona görə sən 30-40 kalori qabağa düşüm deyib ağ çörək yeyirsənsə, çox yanlış edirsən. Çünki bir-iki tikə çörəyindən doymayasan. Yəni ən azı 200-300 qram yeyəsən. Amma xlebsi və yaxud da tam taxıl çörəklərində əksidir. Bir-iki tikə ilə özünü toks edə bilirsən. Yəni məsələyə kalori aspektindən baxmaq yanlışdır. Məsələyə həm metabolizmamıza təsiri, həm hormonal təsiri, həm glisemik indeksi, insülin hormonuna təsiri, həmçinin də bədənimizə verdiyi fayda, sağlamlıq cəhətdən baxmaq lazımdır ümumən. Yəni məsələ təkcə arıqlamaqda deyil, məsələ sağlam şəkildə arıqlamaqdır. Sağlam olun, sağlam qalın.